Goranboyda yol nəqliyyat hadisəsi baş verib. Ajansaz AP istinadən xəbər verir ki, hadisə Goranboy Ağzakənd yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan VAZ 2106 ilə Mercedes markalı mikroavtobus toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə qəzaya düşən Mercedes avtobusu yaş yerindən sərnişinlərə gətirilmiş. Faktla bağlı araşdırma aparılır. Goranboyda baş verən qəzada xəsarət alanların adları məlum olub. Ajansız AP istinadən xəbər verir ki, xəsarət alanlar Gəncə şəhər sakinləri 1960-cı il təvəllüdlü İ. Əliyeva, 1954-cü il təvəllüdlü T. Həsənova, Bakı şəhər sakinləri 1968-ci il təvəllüdlü S. Həmidova, 1961-ci il təvəllüdlü L. İsaqov, Goranboy rayon sakini 1980-ci il təvəllüdlü S. Qasımov, Şəmkir rayon sakini 1957-ci il təvəllüdlü Q. Hüseynova və Göygöl rayon sakini 1963-cü il təvəllüdlü Z. Həsənovadır. Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.